Euro dolar, funt dolar cütlüyünə gəldikdə isə 1.16-300-lərdən alışlar da funt evronun dolar rəqabətində, satışlar isə 1.16-lardan gələcək. Funtun dolar rəqabətində artıq alış əməliyyatlarımız açılıb 1.34-300-lərdən idi. Satış əməliyyatları günün ikinci yarısından sonra sadəcə olaraq satış əməliyyatları hələ danışmayaq. Ümumi istiqamət yuxarıdır. Biz Bitcoin ilə danışarıq. Yəni Bitcoin neyəcək? Bitcoin'də biz siqnal kanalında alış əməliyyatlarını 70'dən verdi. Artıq 70.350'lərdir. Mükəmməl bir gəlir verir və ümumi olaraq üzü yuxarıda və yuxarı doğru istiqamətini davam etdirir. Səhər saatlarında qızılda bizim alış əməliyyatlarımız açıldı. Bitcoin'də alış əməliyyatlarımız açıldı. Funtda alış əməliyyatlarımız açıldı. Yəni hər 3, hər 2 gəlirdə də dollar frankdan, dollar Yapon yenidən də biz əməliyyatları paylaşmışıq. Hətta gümüşdə belə, bəli, gümüşdə də alış əməliyyatlarımız artıq aktivdir. Belə əzizlərim, ətraflı biz Telegram siqnal kanalında paylaşırıq. Yəni siz də qoşulun, tam olaraq dəqiq siqnalları orada əldə edə bilərsiniz. Sağ olun. Eyni zamanda YouTube kanalında, Qafar İmamverdi yazın, YouTube kanalında orada da yəni canlı olaraq video rolikləri paylaşırıq və nəticələri də paylaşırıq gün ərzində olan nəticələri.